Hər vaxtınız xeyirli olsun. Nəhayət ki, mənim gözlədiyim kitab gəlib çıxdı. Bu nə bədii kitab, nə elmi nəşrlər deyil. Mən indiyə kimi bir neçə kitabın müəllifiyəm. Qanunverici ilə bağlı kitabın tərtibçisiyəm. Dövlət qulluğuna dərs keçdiyim tələbələr məhz o kitabdan istifadə edirlər. Eləcə də mən Azın Yaz Sabirinin üzvüyəm. Ayaq səsləri bədii psixoloji povestinin müəllifiyəm. Yazıçılıq fəaliyyətimə görə prezident təqaüdü alıram yeri gəlmişkən. Bu kitabım tamamilə fərqlidir. Qəbul imtahanlarında nəticə göstərən tələbələrə dair olan kitabdır. Görürsünüz ki, bu qalın falan kitab, bunlar hamısı qəbul imtahanının nəticəsidir. Və burada magistratura, bakalavr, yəni 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci qruplar, subbakalavr nəticələri, peşə təhsil müəssisələrinin nəticələri, eləcə də 9 illik, 11 illikdən olan nəticələrdir. Yüksək peşə, texniki peşə, ilkin peşə, həmçinin 9 ildən bu 11 illikdən kolleclərə qəbul olan tələbələrin nəticəsidir. Nə çox, nə az. Bu kitabın səhifə sayı ümumilikdə 330 səhifədir. Yəni 330 səhifəlik nəticə və hər tələbənin nəticəsi də bir səhifədə yer alır. Həmçinin kitabın ümumi 313 tələbənin nəticəsi burada yer alır. Təbii ki, bəzi tələbələr olur ki, onların nəticələri sonra bizdə olmur, belə bir sıxıntı olur. Kitaba ön sözü Rüsət Əzzov yazıb, müəyyən qədər təhlillər aparıb. Daha sonra mənim burada özümün müəyyən belə deyim, fikirlərim burada yer alır. Və burada statistik təhlil aparmışam. Tələbələrin seçdiyi, belə deyim, universitetlər, minimum maksimum ballar, bal aralığı, ödənişsiz düşənlərin minimum maksimum balları, universitet üzrə qəbul olan tələbələrin nəticələri, yəni hər universitetə neçə tələbə qəbul olub, eləcə də ixtisaslar üzrə minimum maksimum ixtisas seçdiyim tələbələrin keçid balları burada yer alır və sayları, məsələn, hansı ixtisasa daha çox tələbə qəbul olunur, bu isə bakalavrlarla bağlı olan nəticələrdir. Eyni qaydada universitetlər ən çox tələbə qəbul, yəni seçim nəticəsinə qəbul olan tələbənin hansı universitet daha çox tələbə qəbul olub, o həmin say, eləcə də keçid balları və digər. Bu sona qədər baxın, burada harca bir 15 səhifə sırf təhlilə yer alır. Tələbələrin ən çox seçdiyi təhsil müəssisəsi, kolleclər də bu şəkildə belə deyək, sıralanıb, ixtisaslar, eləcə də təhsil müəssisələri, sayılaraq və s. və sonda və ondan sonra isə tələbələrin nəticələri gəlir. Görürsünüz ki, burada artıq nəticələr başlayır. Bu həm budur ki, hər şey realdır, göz qabağındadır, hər şey burada öz əksini tapır. Zaman-zaman bu kitabla inşallah sizin üçün ümumi statistik məlumatlar verəcəm ki, seçimdə ən əsas nələrə diqqət etmişəm.